Əhl-i beyti əməldə sevməyin nişanəsi varmı? Hardan bilək əhl-i beyti sevən insanın nişanəsi nədir? Əhl-i beyti əməldə sevməkdən ötürü iki dənə meyarı sizə əhl-i beyt kəlamından deyirəm. Bir, bizi sevən bizim əməllərimizi eləyər. Bizi sevən bizim əməllərimizi eləyər. Başqa bir də var, bizi sevən bizim əmrlərimizə tabi olar, qadağan etdiklərimizdən çəkinər. Mən Həzrət Əlini sevirəm. Qurban olduğum Həzrət Əli. Zülfüqar qılıncını yaxamdan aslamışam. Maşınımdan imamın adım vurmuşam. Çox gözəl. Bu sevginin nişanəsidir. Maşının şüşəsinə baxan kimi ya Əlidən bilinir bu kimdir. Əhsən, yaxşıdır. Ya Hüseyn yazmayından bilinir onun maşının şüşəsində. Zülfüqar qılıncını belə orada çəkməyindən bilinir. Əla, çox gözəl. Amma Əhl-i Beytin dediklərini də eləyir ya yox. Əməldə odur. Əməl ancaq Zülfüqar qılıncını çəkmək deyil. Əməl ancaq bu saqqal deyil. Əməl ancaq sırf ağa, Mövlam Əli, qurban olduğum Əli demək deyil.